Salam, sabahınız xeyir olsun. Gününüz uğurlu olsun inşallah. Allah hər kəsə ürəyində kimin nə arzusu varsa yerini yetirsin. İçində də ev qismət eləsin inşallah. Bilirəm, hər kəsənin arzusu var ki, evim olsun, rahat həyatım olsun inşallah. Allah qismət edər bir günsü. Sizə deyim, Koroğludan. Koroğlu metrosundan stadion, yəqin hər kəs tanıyır da Olimpiya stadionunu. Onun arxasında 4 sotda şəxsi özünə tikilən bir ev. Yəni şəhərə marşruta bir addımdır deyim sizə, Koroğlu metrosuna 5 dəqiqəlıq. Adam ev yiyəsi deyir ki, evimdən çıxıram 5 dəqiqəyə Koroğlu metrosundayam. Çox gözəl bir evdir, həyət evidir. Yenə deyirəm, şəxsi tikili bir evdir. Su, qaz, işıq burada heç bir problemi yoxdur. Mərkəzi kanalizasiyası var. 4 otaqdır, özü tikib. Baxın, yola da, marşruta dediyim kimi bir addımdır. 4 sotda, həyətində hər bir şey eləmək olar da, həyətində biraz əl gəzdirsən, yenə deyirəm, çox gözəl bir evdir. Şəxsi özü tikib. 4 otaqdır. Gir yaşa, sənəd bələdiyyədir. Yenə deyirəm, bura marşruta bir addım, Koroğlu metrosuna bir addımdır. Koroğlu metrosuna 5 dəqiqə çıxırsan, girirsən. Giriş bu budur, çox genişdir. Kombi xətləri çəkilib, kombində inşallah özü qoyar. Qapılar da, indi alan adam ya özü qoyarmı, ya ev yiyəsi qoyarmı, onu da razılaşarsınız inşallah danışıb. Burada belə bir otağı var. Proyekt də çox gözəldir. Yəni evlər bir-birisinin içində deyil, çox rahat bir evdir. Həqiqətən də aurası gözəl bir evdir. Yeri, yatağı çox gözəl bir evdir. Havası ən gözəl də, havası çox təmizdir, genişdir. Yəni adam özünə tikib, yəni satış məqsədi ilə tikməyib, özünə tikib. Burada da yenə bir otaqda qardirob otağı eləyib özü, yəni. Asma tavan. Yəni şəxsi özü tikib də, adam özünə tikib rahatçılığı üçün hər şeyi rahat eləyib. Mətbəx də maşallah ola, otur, iç, söhbət elə. Baxın, çöl tərəfə də çıxışı belə. İndi qapılar da haradasa razılaşarsanız inşallah özünüz. Qiymət olaraq 120 min deyir ev yiyəsi. Dediyim kimi Koroğlu metrosuna bir addım. Yola, avtomobilkaya, marşruta hər yerə yaxındır. Buyurun, gəlin. İnşallah Allah nəsib eləsin xeyrisi ilə. Ev yiyəsinə də, sizə də.